Hoş gördük değerli Boğatamın, değerli dinleyicileri. Bizim değerli Sevinç Martıcı hanım sual verir. Üçüncü göz anlayışı nedir? Bu çok bu saat geniş gelmiş şeydi. Yogilerin arasında, sonra qeyri-ənənəvi metodlarla məşğul olanların arasında. Bunu Həzrət Şivan obrazında görürlər. Həzrət Şivan üçüncü göz var. Buna iki cür, bu məsələyə iki cür yaxınlaşma var. Yenə də impersonalistlərlə personalistlər. Transcendentalistlərin iki məktəbi var da. Transcendentalist kimdir? Transcendentalist əbədiyyəti öyrənən adama deyirlər. Əbədi olanı. O da transcendentalist. Bu əbədi olanı öyrənir. Əbədi olanı həmin nəzəri öyrənir, həm də praktik olaraq özünü ona həsr edir, praktikadan keçirir. Bunlar da transcendentalistlər. Yəni ruhla Tanrını öyrənənə, ruhun təbiəti ilə Tanrının təbiətindən öyrənənə, mütləqin təbiətini öyrənənə, belə deyək, mütləq həqiqətin təbiətini öyrənənə deyirlər transcendentalist. Bunlar da dəmir dövründə iki kateqoriyadılar, əsasən dəmir dövründə. Bunların birinə deyirlər impersonalistlər, birinə deyirlər personalistlər. İngilis dilindən persondan imperson bilirlər. Şəxsiyyət fəlsəfəsinin ardınca gedənlər, bir də şəxssizlik fəlsəfəsinin ardınca gedənlər. Ona görə bu məsələyə impersonalistlərin bir cür baxışı var, personalistlərin də bir cür baxışı var. Impersonalistlər mütləq həqiqəti nur bilənlərdir. Bu Veda fəlsəfəsidir. Veda fəlsəfəsi bu təbii ki personalist fəlsəfədir. Veda fəlsəfəsi personalist fəlsəfə. Yəni Veda fəlsəfəsi Həzrət Brahmaya verilib şəxsiyyətdir, dörd başlı forması var. Onu da ona veribdir Tanrı Narayana, Vishnu, o da şəxsiyyətdir. Yəni Veda biliyi tamamilə şəxsiyyət, Tanrı mütləq həqiqətin şəxsiyyət olduğunu vurğuluyur, belə çox aşkardır ki, bunu şəxsiyyət veribdir, bu biliyi. Bu Krishna Çatur Shloka deyilən bir şey var Madhbhagavatamda, biz onu keçdik, ikinci nəmədəydi. Çatur Shloka 4 dənə beytdir ki, hansını Krishna yaradılışın əvvəlində Brahmanın ürəyinə qoyur. Orada yazır, orada deyir Krishna'na, mən Allah-ı şəxsiyyət, yaradılışa qədər var idim, yaradılış mənəm, yaradılış hamısı məhv olub gedəndən sonra yenə mən qalacam. Kim? Allah-ı şəxs, bildiniz. Ona görə də Brahma da onu şəxsiyyət kimi görür. Sadəcə olaraq dəmir dövrü çox cəhalətin çox güclü inkişaf elədiyi bir dövrdür. Xüsusilə dəmir dövrü, xüsusilə. Əvvəllər də bəlkə də olubdu. Onlar müasir dövrdə, dəmir dövründəki qədər geniş vüsət almayıbdır. Dəmir dövrü həqiqətin həddindən artıq nələr deyirlər, diqqət mərkəzindən itdiyi bir dövrdür. Dəmir dövrün insanları xüsusilə də sonuncu bir neçə yüzilin insanları, bunlar həqiqətdən getdikcə uzaq düşürlər. Yəni bu tənəzzüldür də, gedir, biz tərəqqi eləməyəndə tənəzzül edirik. Tənəzzül elementidir. Həqiqəti şəxssiz qəbul eləmək. Bir də bu əlaqədar da bizim Tanrı Allah-ı şəxsi olan münasibətimizlə əlaqədardır. Nə dərəcədə biz çaşqınlığa gedib girmişik bu yolda, nə qədər çox özümüzün hələ yalancı egomuzun, paxıllığımızın Tanrıya qarşı hələ də nəyik, köləsiyik, qurbanıyıq. Bunlar hamısı faktorlardır ki, biz onu necə qəbul edəcəyik, bildinizmi? Məsələn, ölkənin prezidentinin şəxsiyyətinə paxıllıq edən adamlar qanunu daha çox açıb ağartmağa çalışırlar, nəinki prezidentin şəxsiyyətini. Daha çox qanundan dəm vururlar, ədalətdən dəm vururlar. Buna oxşuyur, başa düşürsünüz? Tanrının şəxsiyyətinə bizim içimizdə əbədi, əzəli, lap əvvəldən paxıllıq duyğusu var.
Bildinizmi? Ona görə o paxıllıq duyğusu bu çox məxfi bir məsələdir. Bizim onunla olan məxfi münasibətlərimizlə əlaqədardır. Və o bizdən çox dərindən təmizlənmə tələb edir. Ona görə də gərəyincə təmizlənməyən insan, onlar həmən o paxıllığın, egoyun, yalançı egonun, ahankaranın təsir altında qalanda onlar, belə insanlar həqiqəti ancaq şəxsiyyət kimi yox, böyük bir dərk olunmaz bir nur kimi, enerji kimi və s. belə qəbul etməyə üstün tuturlar. Çünki o imkan verir ki, onlar özlərinin yalançı egolarını və şəxsiyyəti olan paxıllıqlarını saxlamaqda davam eləsinlər. Bildiğiniz, saxlamaqda davam eləsinlər. Çünki Tanrının şəxsiyyət kimi tanımaq, ona şəxsiyyət münasibəti göstərmək kimi yolda inkişaf eləmək, irəliyə getmək üçün insan nə olmalıdır? Müti mövqe tutmalıdır. Müti mövqe tutmalıdır və bir də o şəxsiyyətin şəxsi avtoritet, mötəbər nümayəndəsinin nəyini qəbul eləməlidir? Himayəsini. Buna gəlib çatmaq məsələsi var da. Ona görə də bu məqama gəlib çatmaq çox asan deyil. Krishna Bhagavad Gita'da özü bunu deyir. Minlərdən biri həqiqətə can atır, həqiqəti tabanların minindən biri mən olduğum kimi tanıyır. Başqa yerdə deyir ki, Bahunam canmanam antiqyanavan man prabhadyate masudevam sarvamiti samahatma sudurlaba. Çoxlu doğuluşlardan sonra həqiqi birlikdə bərqərar olanlar mən Vasudev, Allah Ali şəxsi bütün səbəblərin səbəbkar olduğunu görür və özünü tamamilə mənə həsr edir. Orada deyir ki, samahatma sudurlaba. Lakin bu cür böyük canlar çox nadirdir. Niyə görə? Çünki məsələ məxfidir, bilirsinizmi? Mən bunu burada izah eləmək fikrim yoxdur. Amma sualın cavabına gəlirəm ki, üçüncü göz nə deməkdir? Üçüncü göz həməncə bax beləcə həqiqəti nur kimi tanıyanla onu şəxsiyyət kimi tanıyanlarda fərqli baxış var bu məsələ. Üçüncü göz məsələsinə. O nur kimi tanıyanlar, onlar meditasiya ilə, sonra zahidliklərlə, sonra çakraların fəaliyyətini, çakraları aktivləşdirməklə, yəni sonra bütün bədənə aid olan bütün aktiv nələr varsa onların hamısını yandırmaqla, bildiniz nətəri? Yəni yox eləməklə də. Çünki bu axı şəxsiyyət kimi tanımır həqiqəti. Nur kimi bilir. Bədən də, fiziki bədənimizin də hissləri var, ağlı var, dərrakəsi var, böyle çobut forması var, bədənimiz var, düzdür. İmpersonalistlər meditasiya ilə, zahidliklə filanla, cürbəcür məhrumiyyətlərə getməklə bədənin bütün bu fəaliyyətlərini dayandırırlar və onun zoğlarını, köklərini qidalandıran daxilində nə varsa onları yandırırlar. Yandırmağa çalışırlar da impersonalistlər və bununla da onlar çalışırlar ki ruhi görmə qabiliyyətini inkişaf elətdirsinlər özlərində. Ruhu görmə qabiliyyəti. Üçüncü göz ruhu görmə qabiliyyətidir. Yəni zahirdə bizim bu qeyri-mükəmməl hisslərimizin imkanları daxilində olanlardan daxildə, onların arxasında bizim bu məhdud qabiliyyətlərimizin duyub və görə bilmədiyi bir sfera var, aləm var. Onu görmək üçün insan özündə ruhi görmə qabiliyyətini inkişaf edir. Buna bəsirət gözü də deyirlər, amma həmən o bəsirət gözü üçüncü gözdür də. Bu impersonalistlərin yaxınlaşması bu cürdür. Amma personalistlərin yaxınlaşması buna biraz başqa cürdür. Üçüncü göz, bu Krishna Bhagavad Gita'da deyir ki, mən ağlı insana verdim ki, o onu qurtuluşa aparsın. O ona nəzarət eləməyə bacarsa, onun yaxın dostu olacaq. Bacarmasa onun qatı düşməninə çevriləcək. Ağıl bizim həqiqi egomuzla yalançı egomuzun arasında mövqe tutan bir dənə enerjidir. Tanrıya xasdır, Tanrıya məxsusdur. Yalançı egomuzla həqiqi egomuzun arasında bir mövqe tutur ağıl. Yalançı egomuz mən bu bədənəm, bədənə aid olanlarla əlaqədar hər şey mənim üçün dəyərlidir. Həqiqi egomuz mən ruhi canam,
ruhi varlığıma aid olan hər bir şey mənim üçün əzizdir, dəyərlidir. Ona görə də biz ağlı kontrol etməyə çalışanda biz imkan veririk ki, onun ruhi şəxsiyyətimizin, fərdi ruhi şəxsiyyətimizin rifahı üçün nəylərlə sən fəaliyyət göstərsin ağıl. Bildiniz, mən bu söhbəti eləmişəm, bu üçüncü göz anlayışını əslində. Bu belə fiziki mənada deyil, bu üçüncü adamın alnında üçüncü göz açılsın. Bu fiziki açılmır ki belə, yəni beynimiz orada, alnımız orada sökülüb oradan göz açılmır ki. Üçüncü göz bu daxili görmə qabiliyyətidir insanda. Bu həm də oradan gəlir ki, atma, sanskrit dilində atma sözü həm ağla aiddir, həm fiziki bədənə aiddir, həm də ruha aiddir. Atma, bu da can deməkdir. Yəni mən zahirdən bədən candır, daxildə ağıl candır, biraz da dərinə gedəndə də ruhdur can. Buna deyirlər atmam. Ona görə də mən yalançı egomdan yüklənmişəmsə ağlı, onda mənim üçüncü gözüm bağlıdır. Çünki bədənin, materiyanın şeyi zəifdir, materiyanın imkanları zəifdir. Hər şeyin mahiyyətində duran görməyə. Ona görə üçüncü göz bağlıdır. Amma mən özümün, şəxsiyyətimin ruhi varlıq olduğumu götürürəmsə, qidalandırıramsa öz dərrakəmi bundan və başlayıram bu istiqamətdə səylər, cəhlər eləməyə, onda mənim ağlımdan, dərrakəmdən istifadə edir ruhi varlığım, ruhi mənliyim. Bu prosese deyirlər meditasiya, yoga. Buna da personalistlər də buna gedirlər konkret məsələlərdən keçərək. Məsəl üçün 4 prinsipə əməl eləməkdir. Onu yemə, bunu yemə, bu cür yaşama, bu cür danışma, özü bu cür aparma, əxlaq qaydalardır və s. Yogada qoyulmuş bütün çərçivələr, məhdudiyyətlər, qadağalar, başa düşdünüz. Bunların hamısı son nəticədə xidmət edir ki, insan daxilən yüklənsin, özünün ruhi şəxsiyyət, ruhi can adlı şəxsiyyətinin maraqlarına, rifahının ön plana çəkilməsinə. Mən ruhumun marağını, tələbatını, ehtiyaclarını, iradəsini, rifahını ön plana çəkəndə, onda mənim ağlım və dərrakəmdən istifadə edir, mənim ruhumun ixtiyarına verirəm onda. Onda insanın his orqanlarından bu cür ağıl dərrakə istifadə edəndə insan üçüncü gözü açılır. Yəni bizim hisslərimizdən ruhun diktəsində, ruhun rifahına xidmət edən ağlımız, dərrakəmiz istifadə edəndə insanın üçüncü gözü açılır. İnsanın daxili görmə qabiliyyəti olur. Yəni eyni şeyə üçüncü gözü bağlı olan adam da baxanda, açıq olan adam baxanda müxtəlif şeylər görürlər. Eyni bir şeyə. Şəşdünüz? Yəni ruhin mövqeyindən baxanda gördüklərimizlə bədənin mövqeyindən baxanda gördüklərimiz eyni şey deyil. Bildinizmi? Məsələn, Dostoyevskinin belə bir dənə sözü var. Deyir ki, müdriklər gözəlliyi dəyərləndirər, cahillər onu istifadə eləməyə çalışır. Gördünüz, yəni cismin nöqteyi baxışı ilə baxanda insan gözəl qadın görəndə və yaxud gözəl filan şey görəndə həmən dəqiqə onun içində mənimsəmək duyğusu yaranır. Onu götürmək, özünküləşdirmək və onu istismar eləmək. Bu deməkdir ki, üçüncü göz bağlıdır bunun. Amma mömin insan, ruhani insan baxanda gözəlliyi qadında görmür, gözəlliyin sahibini görür. O ki, bu gözəllik kimə məxsusdur. Onu dəyərləndirir, o dəyərləndirmə o demək ki, o bilir ki, bunun əsl sahibi kimdir. İnsan onu dəyərləndirəndə ondan istismar eləmir, onu mənimsəməyə çalışmır. Onu dəyərləndirməkdən ləzzət alır. Onun sahibkarı ilə ünsiyyət qurmaqdan ləzzət alır, həzz alır. Buna deyirlər üçüncü göz açılmış adam. Üçüncü göz belə bir şeydir. Üçüncü göz bu alnımızdan deşik açılmaq demək deyil. Bu ağlı
Ağlın çakrası iki qaşın arasındadır. Ağlın çakrası iki qaşın arasındadır. Ağılı ruhiləşdirəndə, yəni ağıl ruhiləşmiş dərrakənin göstərişləri ilə hərəkət edəndə, ruhiləşmiş dərrakə deməkdir ki, dərrakənin missiyası seçim eləməkdir. Mən bunu mühazirələrdə o qədər danışmışam ki, yəni mənim verdiyim mühazirələrə diqqətlə qulaq asan adam üçün bu sualın cavabı 2/2-dir, başa düşdünüz? Dərrakəmiz, bizim dərrakəmiz seçim eləyən bir şeydir. O üzvdür, orqandır. Seçim eləyir həmişə. Yaxşı, pis, xeyrimə, ziyanmı, başa düşdünüz? O, insan özünü fiziki bədən sayanda qatı şəkildə, dərrakə həmişə seçimi bədənin xeyrini eləyir. Amma biz mütəmadi olaraq ruhi biliyi dinləyəndə, Allah haqqında söhbətləri dinləyəndə mütəmadi olaraq, onda dərrakə seçim eləyəndə başlayır ruhun xeyrini eləməyə və daha da yüksəkdə Allaha xoş gedən seçim eləyir, başa düşdünüz? Belə olanda dərrakə ilə ağıl ikisi də ruhiləşir. Ruhiləşmiş ağılla dərrakə hisslərdən istifadə edəndə üçüncü göz açılmış olar adamda. Belə insanın üçüncü gözü açılır. Bildiniz? Çünki ruhiləşmiş ağılla dərrakə hisslərdən tamam. Yəni belə insan gözündən baxanda başqa cür görür. Bildiniz? Başqa şey görür. Bu deməkdir. Üçüncü göz. Ruhun gözü ilə görmə qabiliyyəti. Krishna şuuru ilahi, Tanrının Krishna'nın gözü ilə baxmaq qabiliyyətinə deyirlər. Bu ümumiyyətlə ilahi gözdür. Üçüncü göz bu bizim bədənimizə aid olansa, ruhumuza aid olansa, Krishna şuuruna gəlmək, bu ilahi gözün açılması deməkdir. İnsanda ilahi göz açılır. Nəinki üçüncü göz. Elə bu ondan da qüdrətlidir. Bildiniz nətər? Mən elə gəlir ki, mən fikirlərimi ifadə edə bildim. Əgər aydın deyilsə, tezdən soruşa bilərsiniz. Bu personalist baxışıdır. İmpersonalistlər isə bunu çox böyük bir məşəqqətli, ağır zahidliklərlə eləyirlər. Sonra söndürürlər hisslərini, ağıllarının fəaliyyətini, aktiv fəaliyyətdən uzaqlaşırlar. Gedirlər, çəkilirlər kənara, meditasiya gedirlər. Sonra bütün qüvvələrini, bədənlərini, enerjilərini yığırlar o ağıl çakrasının üstünə. Sıxışdırırlar ki, ağıl çakrası açılsın. Ağılın çakrası. Bu da necə baş verir? Onlar bədənə aid olanlar hər şeyi söndürəndən sonra mən ruham deyib orada dayananda o həmən o mən ruhamın gücü ilə vururlar, ağılın çakrasını açırlar və başlayırlar ruhiləşmiş ağılla baxmağa. Onda onların üçüncü gözü personalistlər kimi şey deyir. Nədir? Rəngarəngliyi görmür. Personalist insan üçüncü gözünü açanda bütün rəngarəngliyin arxasında həqiqəti görür. Amma impersonalist bütün bu rəngarəngliyin hamısı rədd edir, bir dənə monoton bir dənə şey görür. Monoton, hər şey eynidir, hər şey birdir. Həqiqət tək bir dənə nurdur, bir dənə nur görür. Özünü də həmən o nurun bir hissəsi görür. Ona görə də belə insanda Allahlıq iddiası da hərdən inkişaf edə bilir ki, elə biz Allah, elə biz özümüzü ki. Onun üçüncü gözü buna gətirib çıxardır. Amma real üçüncü göz məsələsi bu personalistlərdədir. Tanrını şəxsiyyət kimi tanıyanlardır. Çünki onlar bədənin işləyini söndürmürlər. Sadəcə olaraq onların fəaliyyətləri ruhiləşdirirlər. Yəni nə hissləri söndürmürük, nə ağılımı söndürmürəm, nə fiziki bədəndən imtina eləmirəm. Hamısı yerində qalır. Sadəcə olaraq onlar mənim ruhumun rifahına və bir də Tanrı Allah şəxsin ali istəyinə xidmət edir. Başa düşdünüz? Onda da yenə üçüncü göz açılır, insan üçüncü göz açılır. Hələ Krishna şuurunda inkişaf edən insanda ilahi göz açılır. Krishna'nın gözü, bilirsiniz, ilahi göz. Üçüncü gözdən də üstündə o. Bax belə, qaranlıq nəsə qalsa yerdən soruşa bilərsiniz. İki gözümüz var. Materialist, ateist əhval-ruhiyyəsində isə biz özümüzü cisimlə iyiləşdiririksə, bizim üçüncü gözümüz bağlıdır. Amma mənim iki gözüm var, ağlımı və dərrakəmi ruhiləşdirirəmsə, ruhiləşmə prosesi mən gizlin bir şey deyil, mən bunu dönə-dönə izah eləmişəm. Ruhiləşmə prosesi nə deməkdir? Hisslərin ruhiləşməsi, ağlın dərrakənin ruhiləşməsi, fiziki bədənin ruhiləşməsi, ruhani üstad buna belə adama deyirlər. Bildiniz, mən bunu izah eləmişəm sizə, dönə-dönə izah eləmişəm. İndi də dedim biraz. Ruhiləşəndə insanın üçüncü gözü onun ruhi ağlıdır.
dərrakəsidir. Ağlın bu cür ağıl, ruhun rifahına xidmət edən ağıl gözlərdən istifadə edəndə, çünki ağıl bütün hisslərin hamısının məcmusudur. O tamamilə başqa şey görür. Üçüncü göz baş verən hər bir şeyə baxanda başqa şey görmə qabiliyyətinə deyirlər. Bildiniz nətərə? Ruhani, bugünkü gündə ruhanilər var. Krishna Şura hərəkatının ruhani şəxsiyyətləri var bu saat. Nədə axı? Qurular var, ruhani inkişaf eləmiş böyük şəxsiyyətlər. Onlar məsəl üçün, onlar bu saat dünyada, planetdə baş verənlərə baxırlar, bir şey görürlər. Amma materialist, ateist baxır, başqa bir şey görür. Bildiniz nətərə? Üçüncü göz belə bir şeydir. Kiməsə nəsə aydın olmasa bir də soruşsun.